Bir gün tələbəmin Polşada olan texniki intervyu təcrübəsini paylaşmaq istəyirdim. Şirkət Eleven Group və pozisiya isə Mid Senior Data Scientist pozisiyası idi. Çox az qalmışdı ki, texniki intervyudan keçsin, amma kiçik detallara görə kəsildi. Amma ona baxmayaraq bəyənmişlər deyə dedilər ki, bir aydan sonra tezdən müraciət edin, bəzi boşluqlarınızı bərkidib. Sadəcə tələbəm nəyi düz elədi, nəyi səhv elədi və necə bunu korreksiya eləmək olar, bu barədə öz belə deyim, təcrübəmi və ekspertizamı sizinlə bölüşmək istəyirdim. Gəlin ilk öncədə hələ tələbəmizin öz təəssüratına qulaq asaq. Salam Rüstəm müəllim, sizə bir sual vermək istəyirdim. Deməli, bu gün bir dənə intervyuya girdim. Sadəcə belə marağı üçün bir mid, bir də senior level data scientist pozisiyası idi. Sadəcə sınamaq üçün ki, görək necə olur da. Deməli, intervyuda suallar verdilər, yəni çətin suallar vermədilər ilk başda. Yəni nə suallar verdilər? Logistic regression, XGBoost, ROC curve verdilər. Yəni belə keçdiyimiz şeylərdən verdilər açığı. Amma ondan sonra biraz belə sualları verdilər. Məsələn, dedilər ki, filan bir model yazmışsan, risk analiz edirik və modelin elə bil ki, stability'sini necə yoxlayarsan. Məsələn, belə bir suallar verdilər. Açığı bilmədim də o sualları. Ümumiyyətlə anlayışım yoxdur ki, yəni modelin stability deyəndə nəyə nəzərdə tutursan? Yəni, sual verdim ki, biraz daha çox clarify edə bilərsiniz ki, stability nəyə deyirsiniz? Mən düşündüm ki, bəlkə deyir ki, model nə qədər yaxşı işləyir, nə bilim, bias variance trade-off olsadır. Yəni, belə bir şey deyil. Stability nədir? İndi başqa suallar da verdi, indi yadımdan çıxdı. Səncə məsələn nədir? Mən düşünürəm ki də, bu hal-hazırda şirkətlər, indi bəs junior pozisiyaları üçün yox, amma məsələn middle və senior pozisiyaları üçün domain knowledge istəyirlər. Deyirlər ki, hansısa bir spesifik bir şeydə, məsələn bu şirkətdə Latviya şirkəti idi, məsələn risk analizisdə domain knowledge istəyirlər. Yəni verdikləri suallar, yəni axırda dedim ki, düzdür, çox suala cavab verə bilmədim sonunda. Özü də başa saldı ki, yəni dedi ki, yəni hal-hazırda bir şey axtarırıq da, yəni elə bir adam axtarırıq ki, bir domain knowledge olsun. Məsələn, biz risk analiz datası üzərində işləmirik, istəyirik ki, həmin metrikləri biləsən. İndi mən onu düşünürəm ki, indi bilmirəm, bəlkə də junior pozisiyalarda belə olmaz, amma sadəcə olaraq, məsələn, hansısa bir başqa belə bir metrikləri öyrənmək lazımdırmı, yoxsa necə eləyim ki, gələn dəfə intervyuda belə sualla qarşılaşanda ən az heç olmasa anlayışım olsun da, yəni çox yaxşı bilməsəm də anlayışım olsun. Sadəcə olaraq məsələ nədir? O qədər domain var ki, sahəsi var ki, yəni hansı birini öyrənəsən, e-commerce yoxsa risk analiz yoxsa və yaxud da digərləri. Yəni bunu neynəmək olar, necə hazırlaşmaq olar ki, gələn dəfə daha yaxşı nəticə alın belə bir situasiya ilə qarşılaşanda? Deməli, birinci məsələ. Gəlin isə ilk dəfə görsədim ki, yəni mən özüm hazırlaşanda vaxtı ikən necə hazırlaşıram. Gəlin tələbəmizin müraciət elədiyi iş vakansiyasına baxaq, şirkətə baxaq və vizual olaraq sizə göstərəcəm ki, necə hazırlaşmaq lazımdır. Sonra ümumidə bir yekun qənaətə gələcək. Tələbəmizin bu sualları inanıram ki, bir çoxumuzun suallarıdır. Birinci, pozisiya Mid Senior Data Scientist Eleven Group Krakowdadır. Deməli, birinci nə etməlisiniz? İş nə barədədir? İşin təsvirini oxuyursunuz. Məsələn, data scientistsiniz. Ola bilər siz tip sahəsində data scientist işləmisiniz. Ola bilər ki, siz bank sektorunda data scientist işləmisiniz. Yəni sektorlar fərqlidir. Burada da tələbənin əsas domain knowledge-ları soruşublar. Amma bu limitdirmi? Əlbəttə ki, xeyr. Sadəcə nəyi buraxmışıq, onu sizə deyəcəm. Diqqətlə oxuyursunuz. Yəni burada əsas öhdəliklər nədir? Nə ilə məşğul olacaqsınız? Burada görəcəksiniz ki, bəzi şeylər sizə tanışdır, bəzi şeylər sizə tanış deyil. What we expect from you. Məsələn, texniki olaraq biz sizdən nə istəyirik? Məsələn, Python bilikləri, SQL, statistika, hypothesis testing, klassik machine learning evaluation metodları, sonra ensemble metodlar, machine learning algoritmləri, klassik logistic regression, tree-based models, XGBoost və s. hansı ki ondan soruşdular. Sonra məsələn tutaq ki, hansı tech stack-lə işləyə bilərsiniz və s. və bunların üstünlüyü, nə bilim, sizə nə təklif edəcək və s. Sadəcə tələbəmin əsas bir nömrəli elədiyi səhv ondadır ki, o ümumi biliklərlə texniki intervyuya daxil olub. Amma reallıqda hər bir şirkətin iş təsvirinə görə siz ayrıca hazırlaşacaqsınız. Məsələn, misal üçün belə demiş, bu IT-yə də sırf aiddir. Tutaq ki, siz kimya mühəndisi kimi və yaxud da ki, office manager kimi
hər hansı bir şirkətə müraciət edirsiniz. Siz əlbəttə ki, natural olaraq nə etməlisiniz? O şirkətin qoyduğu iş təsvirini öyrənirsiniz, baxırsınız ki, hansıların bilirsiniz, hansıların belə bulanlıq bilirsiniz, hansılarından ki, ümumiyyətlə xəbəriniz yoxdur. Və oturub onları öyrənib məşğul olursunuz, bilik yığırsınız. Və özünüzə də aparırsınız ki, həqiqətən də bu bilirsiniz, bu şeylərdən təcrübəniz var. Lazım olanda yalan da danışın. Əgər biliyinizə güvənirsinizsə, lazım olanda deyin ki, hə, mən bunu da işlətmişəm belə bir yolla. Amma foundational bilikləriniz varsa, siz üçün nəyisə şişirdib danışmağa ehtiyac yoxdur. Və biz ideal dünyada yaşamırıq ki, tam düz danışmaqla nədənsə keçək. Çünki onlar da lazımından çox şeylər yazırlar. Biz də olmadığı şeyləri də deyirik. Məsələn, deyirlər ki, sizdə 2 ildir iş təcrübəsi falan sahə üzrə, onlar 3 il təcrübə edirlər. Yazın ki, 3 ildir. Biliyiniz varsa, siz həmişə bu etapı rahatca aşa bilərsiniz. Bu 1. 2. Məsələn, mən öz praktikamda özüm də eləmişəm, tələbələrimə də deyirəm, nə etmək lazımdır. Bax, götürürsünüz bu linki, gedirsiniz Gemini-ya, məsləhət görürəm Gemini. Gəlin, yeni bir də new chat açım və deyirəm ki, burada, deyirəm ki, bu linkdə olan iş vakansiyasını analiz elə. Lazımsa internetdən də araşdır ki, bu şirkət adətən hansı suallar soruşur. Əgər internetdə varsa konkret suallar, onu da tapıb gətirəcək sizə. Və yazmışam ki, məni bütün, məsələn, intervyu, bütün mümkün olan bu şirkətin belə deyim, iş təsvirinə görə düşə bilən bütün mümkün olan sualları mənə ver. Gəlin, baxaq nə verir. Okay, kampaniya barədə deyil, əsas rol nə olacaq, hətta deyir ki, təxmini maaş nə qədərdir, məsələn, aylıq 3000-3500 dollardan başlayır. Sonra key focus areas, interview will evaluate, əsas interview hansı etaplara bölünəcək, məsələn, traditional, klassik və müasir machine learning sualları ola bilər, məsələn, XGBoost, SlideGBoost hansı ki soruşdular. Interview questions breakdown, məsələn, birinci sual, məsələn, davranış sualları ola bilər, ümumi suallar təcrübə barədə, sonra texniki suallar, düzdürmü? Və hamısını burada göstərir. Və kifayət qədər də çoxlu sual verilir. Bir çoxun, məsələn, ümumi hazırlığınız varsa bunlara cavab verə bilərsiniz. Bəzilərini yaddan çıxartmısınız, bəziləri isə yenidir, sadəcə fundamentiniz var deyənə yeni bilikləri də bunlara lazım olanları öyrənə biləcəksiniz. Və məlum olur ki, məsələn, adi Gemini və yaxud da ki, ChatGPT deyilən bu texniki intervyu sualları job description-a aid. Elə 99% eyni suallar soruşulur. Və tələbəmin dediyini yadda saxladıqsa, gördünüz ki, elə bu sadalanan suallardan ona düşdü. Bu qədər sadə. Girin şirkətin özü barədə maraqlanan rəsmi veb saytına girin, baxın görək nə ilə məşğuldur. Yəni sahə tətbiq elədiyi machine learning, yəni data science tətbiq elədiyi sahə hansıdır? Burada kredit risklərinin analizində əsas mən belə başa düşdüm ki, tətbiq eləyirlər və mənim tələbəmdən də soruşdular ki, yəni siz kredit risk analizdə tətbiq eləmisinizmi bunu? O da əlbəttə ki, təcrübəsi yoxdur deyənə dedi ki, yox, amma səhvdir. Deməli idi ki, mən başqa şeylərdə tətbiq eləmişəm, amma sizin şirkətlə maraqlananda mən xeyli araşdırmışam ki, bu riskli kreditlərin analizində machine learning alqoritmləri necə tətbiq ola bilər və əmin olun ki, onlar ona razı qalacaqdılar. Sadəcə mənlə məsləhətləşmədi, mənim xəbərim olmadı müraciət edəndə. Mən adətən həmişə deyirəm ki, tələbələrimə əgər harasa müraciət etmisinizsə və oradan çağırış gəlibsə, bir neçə gün vaxtınız varsa, mənə deyin, mən özüm də araşdırım, sizə də kömək eləyim. Konkret fokuslu şəkildə o şirkət üçün hazırlaşıb gedin. Nəyə görə? Çünki data science olsun, machine learning olsun, riyaziyyat olsun, bunlar hamısı sonsuz sahələrdir və buna bir ömür də bəs deyil ki, siz bütün detallarını öyrənə biləsiniz. Onda necə hazırlaşmaq olar? Çox sadə. Hər şirkət, məsələn, tutaq ki, 100% bilik var da, machine learningin bütün bilik sahələrini götürəndə bütün faktları, bütün elmi araşdırmaları, onun cəmi bir neçə faizi filan şirkətdə istifadə olunur. Sizə o şirkətə görə o 1-2 faizin öyrənib, təkrarlayıb, əlavələri öyrənib hazırlaşmaq lazımdır. Yəni siz hələ bilməyin ki, məsələn, tutaq ki, mən tətbiqi riyaziyyat öyrəndim, istənilən texniki intervyuya getsəm, keçəcəm. Yox, elə deyil. Və yaxud da ki, alqoritmlərdə. O da elə deyil. Şirkət var ki, açıq aydın yazılır ki, biz qraf alqoritmlərini daha çox soruşuruq. Yəni biz bunlara üstünlük veririk. Çünki bizim işimizdə qraf alqoritmləri daha vacibdir. Və yaxud da ki, şirkət var ki, data science deyir ki, biz daha çox tip sektorunda istifadə edirik. Və yaxud da ki, machine learningi biz daha çox robotikada istifadə edirik. Robotika üçün öyrənəcək təkrarlanması machine learning alqoritmləri təmiz fərqlidir. Nəinki tip üçün, xüsusilə də nəinki
belə deyim, riskli kreditdən analiz üçün.